Avtomobil sənayesi dünyada yeni inkişaf mərhələsini yaşayır desək, tam yerinə düşər. Artıq bu sahədə inkişaf qərbdən şərqə doğru dəyişir. Uzun illərdir dünya avtomobil sənayesində dominantlıq edən ölkələr və firmalar artıq yeni reallıqla barışmalı olurlar. Yeni reallıq isə dünyanın iqtisadi nəhəngi Çindir. Qərb avtomobil sənayesi öz hökmranlığını ona görə apara bildi ki, hətta deyərdim hardasa uzun müddət onun verdiyimiz pulda o keyfiyyəti görə bilirdik. Amma bir şeydən nəzərə alaq ki, o özündən əvvəlki dövr üçün bəli, keyfiyyətli idi. Biz ondan əvvəlki dövrə diqqət edəndə artıq keyfiyyət təhlükəsizliyi o qədər yox idi. Və o keyfiyyəti və təhlükəsizliyi təmin etdiyi üçün bizim üçün çox, belə deyək, xüsusi bir önəm daşıdı və dünyada bu yayıldı. Amma bu gün həmin keyfiyyəti təmin etmək üçün, həmin təhlükəsizliyi təmin etmək üçün artıq başqa bir tələblər çıxıb ortaya və digər maddi xərclər çıxıb ortaya. Həmin qədər keyfiyyəti və təhlükəsizliyi təmin etmək artıq bu gün həmin şirkətlər üçün maddiyyat baxımından, qiyməti baxımından çox baha başa gəlir. Amma həmin keyfiyyəti və göstəriciləri daha az keyfiyyətlə ortaya çıxan Çin avtomobilləri onları bazardan sıxışdırıb çıxartmağa artıq belə deyək ki, malik olubdur. Bir də nəzərə alaq ki, texnologiyanın inkişafı tez-tez dəyişikliklərə aparır. Dediyimiz qərb ölkələrinin istehsalçıları tez-tez dəyişikliklərə yer vermədilər. Çin artıq çox sürətli apardı bu işi. Çin avtomobillərinin qlobal bazarda mövqeyi günü-gündən güclənməkdədir, bildiyiniz kimi. Hal-hazırda biz nümunə götürsək, Alman şirkətlərindən götürsək, Alman avtomobil nəhənglərindən onların da dünyadakı mövqelərində zəifləmələr baş verir. Bu, Çin avtomobil markalarının artıq Avropaya ayaq açması nəticəsində baş verir ki, qlobal markalar həm Çin bazarında, həm Avropada mövqelərini itirməkdədirlər. Baxırsan ki, hər ay bir avtomobil şirkəti deyir ki, mən artıq bu ildən sonra avtomobillərimi çıxarışını dayandıracam və yaxud da ki, onlar da başlayıblar Çin avtomobillərindən rəqabət aparmağa. Mən də keçirəm elektromobilə, mən də keçirəm plug-in hibridlərə və yaxud da ki, hibridlərə. Bunlara, amma məncə Çin istehsalı olan avtomobillərin qiyməti həddən artıq aşağı olduğuna görə bunlar bəlkə də zamanında düşünəcəklər, onlar qədər o qiymətə olan hər hansı bir brend markaları endirəcəklər. Bəlkə də zaman gələcək, onu da görəcəyik, amma bugünkü gün onu göstərir ki, Çin avtomobilləri öndədir. Mən belə görürəm ki, avtomobil sektorunda artıq 51 də olmasa 49%-ni artıq təşkil edir. Yeni avtomobillərin alışında Çinlər bir nömrədilər, birinci yerdə gedirlər. Bir neçə ilə də mən belə düşünürəm ki, elə avtomobil sektorunda hökmranlıq da edəcəklər. Bildiyiniz kimi, Çin avtomobil industriyası son illər çox inkişaf etməkdədir və günü-gündən inkişaf edir. Bu isə dünyadakı digər qlobal markaların satışına böyük bir təsir göstərir. Azərbaycanda da hal-hazırda bildiyiniz kimi 20-dən çox rəsmi Çin idxalçısı fəaliyyət göstərir. Sözsüz ki, qeyri-rəsmi olaraq da, yəni rəsmi idxalçısı olmayan fərdi şəxslər tərəfindən də ölkəyə gətirilən Çin avtomobilləri var. Bunlar əsasən taksi fəaliyyətində iştirak edən taksilərdir, yəni avtomobillərdir. Onların qiymətləri xüsusən də 20 min civarından başlayır, 25-26 min manata qədər olan avtomobillərdir. 2014-cü ildə yerli bazarımıza girən Çin avtomobilləri öz gözəl görünüşü və büdcəyə uyğun qiyməti ilə diqqətləri üzərini çəkir. Çin avtomobilləri digər ölkələrin avtomobillərindən 50% ucuzdur. 2024-cü il ərzində ölkəmizə 26197 sayda hibrid minik avtomobilinin idxalı qeydə almışdır. Onların 10382 ədədi sırf plug-in hibridlərdir. O cümlədən 3027 sayda elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin idxalı qeydə alınmışdır. Cari ilin ilk rübündə ölkə ərazisində idxal olunmuş hibrid minik avtomobillərinin sayı 10120 ədəd təşkil edir. O cümlədən onların 6000-ə yaxını sırf plug-in hibridlərdir.
Eləcə də 428 ədəd sırf elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərin idxalı qeydə alınmışdır. Ölkəyə daxil olan Çin maşınlarının səbəbi təbii ki, onun qiymətidir. Ən başlıca rolu qiymət dəyişir. Çünki təzə avtomobillərdə 20-22 minə, hətta 15-17 minədək avtomobillər var. Hansı ki, bugün xarici istehsalı olan və yaxud da Alman olsun, və yaxud da ki, Koreya olsun, və yaxud da ki, Amerika olsun, onların avtomobillərin köhnəsini belə o qiymətə ala bilmirsən. Amma bugün Çin bazarında olan, bizim üçün təklif olunan 15 mindən başlayaraq qiymətlərlə yeni maşınlar təklif edirlər. Amma belə də biz usta kimi həmin avtomobilə baxırıq ki, heç bir problemlərdə yoxdur. Hal-hazırda 200-300 minədək sürülən avtomobillər var. Nə mühərriklərində problem var, nə sürətlər qutusunda, heç ciddidə bir şeylər aşkarlamamışıq. Səbəb də odur ki, yalnız qiymətin ucuzluğu və üstə deyim, keyfiyyət də heç də geri qalmır. Eyni tipli Çin avtomobili ilə, məsələn, digər məşhur ölkələrin, avtomobil istehsalı baxımından məşhur ölkələrin markalarını götürsək, Yaponiyanın olsun, Almaniya olsun və s. Eyni ölçülü parametrli avtomobillər yan-yana qoyanda qiymət fərqli dəfələrlə bir-birindən fərqlənir. Burada da nə çıxır? Əlbəttə, həmin ölkələrin qiyməti yuxarı olan avtomobilləri həmin qiymətə keyfiyyətini ödəyir. Çin avtomobilləri isə daha ucuz materiallarla, daha ucuz imkanlarla bunu ortaya çıxartdığı üçün alınan nəticə qiyməti ucuz əmələ gəlir. Burada əlbəttə ki, qiymət fərqinə görə keyfiyyət onu tam təmin edə bilməz. Məsələn, vaxtilə mənim özüm Çin avtomobili istifadə eləmişəm və ondan narazı qalmamışam. Nəzərə almalıyıq ki, bu avtomobilə verdiyimiz pulun dəyəri qədər biz bundan keyfiyyət gözləməliyik. Amma bugünkü günlərdə Çin avtomobillərinin həmin qiymətə nəzərən tətbiq elədiyi texniki təhlükəsizlik və komfort texnologiyası, mən deyərdim ki, daha çox insanları özünə cəlb eləyir. Çin 2023-cü ildə 5 milyondan çox avtomobil ixrac edərək dünyada ən böyük avtomobil ixracatçısı ünvanına sahib olub. 2024-cü ilə kimi Çin həm avtomobil satışında, həm də istehsalında liderdir. Avtomobil ixracı Çinin ümumdaxili məhsulunun əhəmiyyətli bir hissəsini təşkil etdiyinə görə, hökumət yerli avtomobil istehsalçılarına subsidiyalar və stimullar verməyə çox diqqət yetirir. Bu təşviqlər xərcləri əhəmiyyətli dərəcədə aşağı saldı. 2009-cu ildən bəri elektromobillərin istehsalını dəstəkləmək üçün 29 milyard dollardan çox vəsait ayrılıb. Çində əmək xərcləri bir çox qərb ölkələrindən xeyli aşağıdır. Məsələn, burada montaj xətti işçilərinin saatlıq əmək haqqı 4 dollar 20 sentdən başlayırsa, bunun əksi olaraq Amerikada avtomobil işçiləri orta hesabla saatda təxminən 29 dollar qazanırlar. Əmək məsrəflərindəki bu əhəmiyyətli fərq Çin istehsalçılarına istehsal xərclərini aşağı səviyyədə saxlamağa imkan verir. Digər bir məsələ, Çin avtomobil istehsalında istifadə edilən əsas metal və mineral istehsalçısıdır ki, bu da idxaldan asılılığı azaldır. Burada akkumulyator istehsalı Çinin bol istehsal etdiyi materiallara əsaslanır. Məsələn, Çində batareya qiymətləri Amerika Birləşmiş Ştatlarından 24% aşağıdır ki, bu da Çin elektrikli avtomobillərinin ümumi münasibliyinə töhfə verir. Çin istehsalçılarının əhəmiyyətli bir üstünlüyü də onların geniş yerli təchizatçılar şəbəkəsinə çıxışıdır. Burada həm də daşımalar daha ucuz başa gəlir. Hətta nəhəng avtomobil firmalarının öz daşıma gəmiləri belə var. Digər maraqlı bir fakt. Çin şirkətləri bazar tələblərinə və istehsalçı seçimlərinə tez cavab verməyə imkan verən yeni modellər hazırlamaqda ənənəvi avtomobil istehsalçılarından 30% daha sürətlidirlər. Ekoloji cəhətdən təmiz və təhlükəsiz hesab edilən hibrid avtomobillərə, o cümlədən elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin ölkəyə idxalında sözsüz ki, tətbiq olunan gömrük güzəştlərinin birbaşa rolu var. 2019-cu ildən etibarən ölkəmizə idxalınan bütün elektromobillər əlavə dəyər vergisindən azad edilmişdir. O cümlədən mühərrik həcmi 2500 sm qədər olan və istehsal buraxılış tarixindən 3 il edə götürmüş hibrid avtomobillərinin idxalı əlavə dəyər vergisindən azaddır. Eyni zamanda 2022-ci ildən etibarən istehsal buraxılış tarixi 3 ilə qədər olan minik elektrik avtomobillərinin idxalı da 15%-dən 0%-ə endirilmişdir. Buna müvafiq olaraq
ölkəmizdə infrastrukturun inkişafı baxımından elektrik enerji doldurucularına münasibətdə də hal-hazırda ƏDV-dən və idxal rüsumundan azad olunumlar tətbiq olunur. Hal-hazırda azad olunumlar yalnız və yalnız minik avtomobillərinin özünə tətbiq olunur. Ölkəmizə idxal olunan elektromobillər daha çox Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatlarından idxal olunur. Ən nəzərə çarpacaq nüans hibrid avtomobillərin idxalında qeydə alınır. Belə ki, 2023-də əgər ölkəmizə 14 min civarında hibrid avtomobillə idxal olunmuşdursa, 2024-də bu rəqəm 26 mindir. Cari ilin ilk rübündə isə artıq 10 minin üzərindədir. Bu statistikada bizə onu deməyə imkan verir ki, ilin sonuna qədər artıq ötən ildən də çox hibrid avtomobillərin ölkəyə idxalı baş tutacaqdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən Azərbaycanda qeydiyə alınan nəqliyyat vasitələrinin sayı 1.500.000-dir. Yəni əhali nisbətində yenə avtomobillərimiz az olaraq qalır və bu 1.500.000 avtomobilin 80%-dən çoxu köhnə avtomobillərdir. Yəni bizim ölkədə Çin avtomobillərinin sayı çox görsənsə də yaxın 3 il ərzində artım var, 60%-ə yaxın artım var. Amma ümumilikdə onlar ümumi avtomobil bazarının 10%-ni belə ələ keçirdə bilməyiblər. Yenə də əhali köhnə avtomobillərdən istifadə edir. Vətəndaşlarımızın Çin avtomobillərini almağa ürək etməməsinin əsas səbəblərindən biri odur ki, onlar Azərbaycanda bu avtomobillərin yaxşı ustalarının olmadığını güman edirlər. Məlumdur ki, Çin avtomobilləri kifayət qədər rəqəmsal komplektasiyaya və elektronika sistemlərinə malikdir. Keyfiyyət məsələsində Çin digər ölkələrdən geri qalmır. Misal üçün, Çin istehsalçısı var, Azərbaycanda rəsmi dilləri də var. Onun beynəlxalq mühərrik zəmanəti 1 milyon kilometrdir. Bu, rəsmi zavod tərəfindən verilmiş zəmanətdir. Biz iki şeyi ayırt eləməliyik. Bəzi modellər və markalar var ki, onlar məhz Çin bazarı üçün nəzərdə tutulur. Misal üçün, hətta burada şütəyən Avropa modelləri var ki, onlar Avropa bazarı üçün deyil, məhz Çin alıcısı üçün nəzərdə tutulur. Çünki Çində müəyyən hərəkət rejiminə və sürətinə uyğun olaraq istehsal şərtləri var, iqlimə uyğun olaraq istehsal şərtləri var. Çinin yerli, lokal standartlarına uyğun olan istehsal şərtləri var. Biz bunu unuduruq və bəzən elə Çin avtomobillərini bazara idxal olunur ki, o ümumiyyətlə dünya bazarı üçün nəzərdə tutulmayıb. O yerli bazarın təmin edilməsi üçün nəzərdə tutulub. Sadəcə onun qiyməti uyğun olub, müəyyən razılaşmalara əldə olunub orada yerli satan şirkətlər tərəfindən və onu gətiriblər Azərbaycana. Nümunə mən deyə bilərəm ki, bugün biz tanımadığımız bir şəhərdə gəzəndə telefonumuza navigator proqramı işləyib, bundan istifadə edirik. Artıq son buraxılış illərin Çin avtomobillərində isə bunun artıq öz üzərində gəlir. Hər hansı ölkəyə getsən, sadəcə müəyyən ayarlı işlər görməklə həmin ölkənin xəritəsinə uyğun hərəkət edə bilirsən. Deməli, dünyanın istənilən ölkəsində sənin yanında navigatorun var, avtomobilin üzərindədir. Bu kimi məsələlərə bir çox məsələlər çəkmək olar, misallar çəkmək olar və bunları nəzərə alsaq, əlbəttə bunun yüksək texnoloji və bunlardır. Bizim komfortumuz və təhlükəsizliyimiz. Çindən alınan avtomobilin qiyməti də aşağı idi. Üstəgəl gömrük rəsmiləşdirilməsinə də vergidən azad idilər. O bizə əlçatan idi. Lakin biz bu avtomobillərin burada kütləviliyini təşkil etsəydi, bir neçə məqamı unutmamalıyıq. Bir, əgər bu avtomobillər Çin Xalq Respublikasında ixrac üçün nəzərdə tutulubsa, bu avtomobillər müəyyən bir qaydalarla və standartlarla ölkəmizə daxil olması yaxşı olardı. Misal üçün, Avropa Birliyi özünün bir standartları var, standartlar toplusu var. Bu avtomobildə nələr olmalıdır ki, həmin avtomobillər Avropa İttifaqının ərazisinə idxal edilə bilsinlər. Məsələn, sadə bir misal, Çindən gələn avtomobillərin bir çoxunun multimedia sistemi ya Çin dilindədir, ya da yarı Çin, ya İngilis dilindədir. Yəni, bunun Azərbaycan dilində lokallaşdırılması yoxdur. Yerli dillər gətirdiklərində isə ya Rus, ya da İngilis dilində olur. Yəni, biz avtomobil bazarında standartlarımızı müəyyən etsək ki, hələlik belə bir standartlarımız və tələblərimiz yoxdur, o zaman bura gələn avtomobillərin daha təhlükəsiz, daha bizim standartlara uyğun və insanların güvənə qazana biləcəyi modellər olacaq. İndi hal-hazırda biz o dövrü yaşayırıq ki, o avtomobillər gəlir,
həm rəsmi dillerləri tərəfindən gətirilmiş avtomobillər var, həm də fərdi olaraq gətirilən avtomobillər var. Lakin onların nə servisi, nə zəmanəti də yoxdur. Söhbət fərdi şəxslər və ya fərdi şirkətlər tərəfindən gətirilən avtomobillərinə gəlir. Və onların da heç bir standart, lokal olaraq dilinin dəyişdirilməsi və zəmanətindən də söhbət gedə bilməz. Çatışmayan məhz budur. Əgər biz hibriddən yox, tam elektrikdən söhbət edirsə, əlbəttə, yaxın zaman üçün biz çox qənaət etmiş oluruq pulumuza. Elektrikdəndir, hərəkət zamanı, onun mühərriklər orada fərqlənir, hərəkət zamanı enerji doldurula bilən, müəyyən bir enerji mənbəyini istifadə etmək, enerjini doldurmaq üçün mühərriklər, fərqli mühərriklərdir bunlar və bunların ilkin baxışdan əlbəttə qənaət eləyirik. Bunları istifadə edən nəzərə almalıdır ki, bu başdan biz müəyyən bir qədər qənaət eləsək də, müəyyən bir müddət sonra, 3 il, 5 il sonra elektrik bataryaları sıradan çıxan zaman bizə bu zaman biraz böyük qism xərc etməli ki, onları bərpa eləyə bilək. Əgər biz müqayisə eləməyə çalışsaq ki, bunların hansı daha bizim üçün səmərəli ola bilər, əlbəttə müasir texnologiya daha çox bizə zaminlik, qənaətçilik ortaya çıxartmağa imkan verir. Həm mühərrikin quruluşu, avtomobilin quruluşu, həmçinin də mövcud imkanlar bizi belə deyək, öz pulumuza qənaət etməyə imkan verir ki, biz bu gün daha yeni növ nəsil avtomobillərdən istifadə edək. Avtomobili götürmürəm, digər əşyalara nəzər yetirək. Baxsan ki, hər hansı bir əşyanın alında deyirlər, Çin malıdırsa mən onu almaq istəmirəm. Hər kəsin ağlında, yəni şuuraltı onu düşünürlər, amma heç də elə deyil. Bugünkü elə bir avtomobillər var ki, Çin avtomobilləri var ki, sizə deyim, ən 5 dənə brend markalardan, elə düzdürsə deyim ki, 5-dən biridir. Ancaq baxmayaraq ki, Çin avtomobilidir. O da ki, qiyməti ilə dəyişir. Sən gedində 15 minlik avtomobillə 100 min manatlıq avtomobili bir tutma ki, 15 min manat olan avtomobilin 15 min manatlıq keyfiyyəti var, 100 min manat olanda 100 min keyfiyyəti var. Heç də bunlar tərəddüd etmirəm də ki, yəni kimsə sadəcə dillərdən hər kəs eşidir ki, Çin avtomobilidir, bunu alma, gələcəkdə nələr olar. Amma hal-hazırda mən sizə bayaq vurğuladığım kimi 200-300 min sürənlər var, heç bir də problem yaşamayıblar. Çin maşınlarından tələbat günü-gündən artır. Sizcə bunun səbəbi nədir? Valla səbəbi odur ki, yəni çox rahatdır, yormur, gözəlliyi var, içi də qəşəng genişdir. Yəni eşdən balaca görsənsə də çox gözəldir. Yəni mühərrikin səsini içəri vermir. Elə elektriklə seçilmir yəni. Hal-hazırda gördüyümüz kimi siz Çin maşını sürürsünüz. Dəyişmək fikriniz var? Yox qardaş, mən elə Bakıda da 4 il taksi işləmişəm. Orada da ancaq Çin, yəni brendlərlə aram yoxdur. Ən gözəli Çinlərdir. Bəs digər bildiyimiz maşınlardan fərqləri nələrdir? Fərqli xüsusiyyətləri sizdə hansılardır? Fərqli məsələ üçün odur ki, ekologiyanı korlamır, yanacaq baxımından yəni ekonomdur. Sizcə müasir dövrdə Çin maşını yoxsa tanınmış markalar? Məncə tanınmış markalar. Niyə bəs tanınmış markalar? Çünki tanınmış markaların adı üstündədir, amma Çin maşını, nə bilim, məncə o deyil. Sizcə müasir dövrdə Çin maşını yoxsa tanınmış markalar? Tanınmış markalar. Niyə bəs tanınmış markalar? Çünki bunlar əlverişlidir, bunlar rahatdır, bunlar daha keyfiyyətlidir. Çin maşınları kifayətdir, son sabah safçası da tapılmayacaq. Hamısı yaxşı olanı budur. Rahatlığına görə, gedişinə görə. Bu 20 ilin maşınıdır da, hələ də ki istədiyin kimi gedir, nə marka ilə seçilmir. Amma o birisi o Kitay maşınları təzə-təzə çıxıb. Bunlar uzaqbaşı 5-6 il, heç 7-ci ili görməyəcəklər. Mənim fikrimcə tanınmış markalar daha arzu olunandır. Çünki onların ehtiyac istəyən istər tapılması, istər onların keyfiyyəti baxımından ətrafda da istifadə edilənlərin dediklərinə görə tanınmış markalar. Bəs Naxçıvanda niyə Çin maşınları biraz problemli gəlir insanlara? Əslində problemli deyil. Sadəcə bizim o maşınlara qulluq etmə barəsində yetərli qədər ustaların olmadığını fikirləşirəm. Çin maşını istifadə edirəm, demək olar yer deyildi. Çin maşından da razıyam. Yeni modellər çıxıb da, deyək ki, elektriklə filan. Onlardan istifadə eləməmişəm. İstifadə eləmimiz budur. Bu da çox gözəldir. Bütün hər şey var da, bir avtomat qrabkadan başqa bütün özəllikləri var, rahatdır. Çin maşının Naxçıvanda ustası yoxdur. Çin maşında yaxşılar var. Prosta mən sürməmişəm, bilmirəm. Amma brend maşın yaxşıdır. Əlbəttə ki, Honda, Kia. Niyə bəs onlar? Onun ehtiyac hissəsi çox tapılır, ucuzdur, ustası var. Sonra nə deyim sənə? Yəni məsələn mən özüm söküb düzəldirəm öz maşınımı. Çin maşının birinci hissəsi tapılmır, ikinci ustası yoxdur, hissəsi tapılanda keyfiyyətsiz olur, yəni xoşagəlmə olmur.
Bəziləri hesab edir ki, Çin avtomobilini təkrar bazarda istənilən qiymətə satmaq çətin məsələdir. Çünki Çin istehsalçılarının avtomobil hissələri üçün mərkəzi anbarlar yoxdur. Buna görə də bəzi hissələrin çatdırılması üçün uzun müddət gözləmə məcburiyyətində qalmalı olurlar. Region olaraq bizim üçün müəyyən problemlər ortaya çıxa bilər. Hansı ki, bizim ölkədə o sahədə mütəxəssislərin, ustaların yetişincə, onu diaqnostika üçün aparatlar əlimizdə edilənə qədər, o aparatları öyrənənə qədər bu işləri görə bilmək bacarıq cəmiyyət olaraq ölkəmizdə yarananda, bu zaman bizim üçün problem olmayacaq. Hələlik problem onlardan yaranan nasazlıqları aradan qaldırmaqdır. Və bir şey də qeyd etmək istəyirəm ki, nəzərə alsaq ki, onlar yenidir, hələ bir o qədər çoxlu sayda nasazlıqları yoxdur, sıradan çıxma halları o qədər də yoxdur. Və hələlik bunlardan mümkün qədər, belə deyək ki, həmin avtomobillərdən istifadə mümkündür. Bir neçə il sonra isə bu çox çətin bir vəziyyət yaranma görsənir. Yəqin ki, həmin dövrlərə qədər də ustalar, mütəxəssislər yetişəcəkdir. Amma təxmini 2-3 ildən sonra o avtomobilin aqibəti necə olacaq, onu biz bilmirik və ya həmin avtomobilin utilizasiyası necə baş verəcək, bunu da bilmirik. Həmin avtomobilin bateriyası necə olacaq, onu da bilmirik. Çünki rəsmi dillərlərin mərkəz ofisləri qarşısına götürdüyü öhdəliklər var. O mərkəz ofislərində bu Azərbaycana idxal olunanda bu Azərbaycan Respublikasında olan dillərləri qarşısında bir öhdəlikləri var. Bunlar hamısı qarşılıqlıdır. Fərdi şəxslər tərəfindən gətiriləndə təbii ki, biz indi hiss eləyə bilmərik, amma müəyyən illərdən sonra biz bu problemi hiss edəcəyik. Hər bir detallarda demək olar ki, var. Olmayanlarda da hər hansı bir detal çatışmırsa 15 gün ərzində sifarişləyən hər kəs özü də gətirə bilər. Hətta rəsmi distributorlar da var. Bir çox avtomobillərin onların əli ilə də gətirilmək olar. Bugünkü günə yenidir. Hələ 3-5 il sürüldükdən sonra bunlara ehtiyat hissəsi lazım olacaq. Əsasən qəza anında krilo, məsələn, qanadlar, kapot, bu şeylər, buferlər lazımdırsa əgər, bugünkü gündə bütün avtomobillərində var. Amma təəssüflər olsun ki, avtoparkımızın yenilənməsi istiqamətində biz qeyri-rəsmi idxalla, yəni fərdi şəxslər tərəfindən idxal olunan avtomobillərin bazarda çoxluğunu müşahidə edirik. Bu isə bizim həm avtoparkımız üçün, həm təhlükəsizliyimiz üçün, həm ekologiyamız üçün çox zərərli bir hal gətirib çıxarda bilər. Ona görə də mən tövsiyə edərdim ki, avtomobilləri rəsmi idxalçılardan alınması daha məqsədə uyğundur. Bu, bizim gələcəkdə problemlərlə qarşılaşmamağımız üçün həm rəsmi idxalçıların zəmanətləri olur, həm rəsmi idxalçıların satış sonrası xidmət departamentləri olur ki, orada servis xidməti və ehtiyat hissələrinin təminatı ilə müştəriləri təmin edirlər. Bugünkü gündə yaxşı markaların servisləri var, onlar neynirlər ki bəyəm? Heç bir problem olanda yaxınlaşsan ki, buna 150 min kilometr zəmanət veribsən, deyirsən bunu sən eləyibsən, bunu benzini tökübsən, belə olubdur, belə sürübsən, belə olubdur. Yəni, heç kəsdə bugünkü gün, heç kəs deməkdə olmaz. Yəni, əksər servislər heç avtomobillərinə zəmanət versələr də belə zəmanət kimi yanaşmırlar. Hər kəs deyir ki, sən özün eləmirsən, olmazsa zəmanətsiz sürərəm də. Mən özü yeni avtomobil alaramsa, mən şəxsən özüm, yeni avtomobil alaramsa zəmanət istəmənəm, servisdən də almanam, özüm gətirdirərəm, zəmanətsiz şəkildə də idarə edərəm. Çin avtomobillərində bayaq vurğuladığım kimi ehtiyat da yoxdur, rəsmi dillərlərin olması, amma bir neçə avtomobillərin də var. Onlar da xidmət göstərirlər, amma mən bayaq sadaladığım o brend markaların hamısında deməli əksəriyyətində Azərbaycanda rəsmi dillərləri var və fəaliyyət də göstərirlər. Amma Çin istehsalları bəli, əksəriyyətinin yoxdur. Bir neçəsi var, amma əksəriyyətinin yoxdur. Yoxdur olmağına baxmayaraq, gəl indi sən alıcılarına bax. Alıcıları yüksək səviyyədədir. Alıcıları, deyim ki, heç düşünmürlər ki, bunu zəmanətə salsınlar və yaxud da ki, bunu qarantiyasından istifadə etsinlər. Amma alırlar ən azından bayaq vurğuladığım kimi 100 minləri aşanlar var. Bugünkünə heç bir xərcdə tələb etməyib. Hansı brend markalar bugün gedirsən servislərinə 100 mindən bir mühərririn sepini deyirlər, zəncirini dəyiş. 100 mindən bir deyirlər sürətlər qutusunu, filan yerini dəyiş. Amma Çin istehsalı olan hansı ki 100 mindən yuxarı olan avtomobillər bu tövsiyələri eləyirlər, zəmanətli olan avtomobillər. Hansı ki Çin avtomobilləri var, 15 min dəyəri var, 100 min yox, 150-200 min sürürlər. Mühərrikdə heç bir problem yaranmır və zəncir uzanması da yaranmır. Gələcəyin bir problemi də budur. Bir neçə Çin markası var ki, biz artıq bunu tanımışıq, dünyada tanınıb, köklü bir şirkətdir.
digər növ avtomobillər var ki, artıq bir dəfəlik əşya kimi istifadə olunaraq avtomobillər haz istehsal olunur və istifadə üçün satılır. Əgər bu şirkətlər öz fəaliyyətini qısa müddətdən sonra dayandırsalar, əlbəttə bizim cəmiyyət gələcəkdə bunu çox çətinliklərini yaşayacaq. Yox, əgər tanınmış markaların müasir avtomobillərindən istifadə edilirsə, məncə bu qədər çətin olmayacaq. Amma bir də bir texnologiyanın inkişafını nəzərə alsaq, hətta bizim kökü olmayan şirkət dediyimizin hər hansı bir ehtiyac hissələrini texnologiyanın inkişafı sahəsində hardasa tapıb ortaya çıxartmaq mümkün olacaq. Çox təhlükəlidir də deyə bilmərik. Çox arxayınlıqla hər şey yaxşı olacaq da o barədə demək olmur. Yenə qeyd etmək istərdim ki, Azərbaycanın özündə Çin avtomobil markasından nələrdən və hansılardan etirazlar olur. Bu xüsusən də fərdi şəxslər tərəfindən ölkəyə gətirilmiş və ölkədə distribyutoru olmayan avtomobillərlə bağlı narazılıqlar baş verir. Bu markalar qeyri-rəsmi olaraq, yəni fərdi şəxslər tərəfindən ölkəyə gətirilir və bu markaların ölkədə rəsmi distribyutorlarının olmaması onların servis xidmətinin, ehtiyat hissələrinin tapılmamasına gətirib çıxardır. Və əsasən də bu markalar hətta rəsmi ixalçılar tərəfindən ölkəyə ixal olunan markaların da fərdi şəxslər tərəfindən gətirilməsini müşahidə edirik. Bunların da servis xidmətindən faydalanmamasının əsas səbəblərindən biri həmən markaların daxili bazar üçün istehsal olunma səbəbidir. Yəni bir eyni marka, A markası Çin üçündə və Avropa üçündə istehsal olunur. Azərbaycana gələnlər import üçün olanlardır. Digərləri, yəni fərdi şəxslər tərəfindən gətirilmiş avtomobillər isə Çinin daxili bazarı üçün istehsal olunmuş avtomobillərdir və bunlara da servis xidmətinin göstərilməsi təəssüflər olsun ki, mümkün olmur. Bildiyiniz kimi hal-hazırda bugün hər kəs sifariş əsasında avtomobil gətirə bilir və bunun da səbəbində ölkədə daxili bazarda ikinci əl avtomobillərə maraq azalmaqdadır. Və xüsusən də mühərrik həcmi yuxarı olan avtomobillər biz müşahidə edirik ki, bunların bazarda satışları demək olar ki, tamamilə donub və yaxud da bazar dəyərindən 30-40% aşağı qiymətə təklif olunur. Və bunun digər səbəblərindən biri isə artıq vətəndaşlarımızın ekonom avtomobillərə, ekoloji təmiz nəqliyyat vasitələrinə, yəni hibridlərə, elektrik avtomobillərə meyl etməsinin səbəbidir ki, artıq böyük mühərrikli, daxili yanma mühərriki ilə çalışan və mühərrik həcmi böyük olan avtomobillərə maraq azalıb. Avtomobil sektorunda Çin avtomobilləri artıq həm gözəlliyi ilə, həm də ki qiyməti ilə dünyada birinci yerdə gedir və arxada qalanlar da mənə elə gəlir ki, əksəriyyəti iflasa uğrayacaq və bir neçəsi də zavodların, ən brend markalar belə zavodları bağlama qərarına gələcəklər.